Kiber təhlükəsizlik hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Rəqəmsal dünyada gündəlik həyatımızın böyük hissəsi şifrələnmiş sistemlər üzərində qurulur. Mesajlaşma proqramları, bank əməliyyatları, elektron xidmətlər və digər rəqəmsal platformalar xüsusi şifrələnmə mexanizmləri ilə qorunur. Doğrudan nə yaxşı. O qiymətə necə belə ucuzdur? Rəqəmsal texnologiyalar gündəlik həyatımızın bir parçasına çevrilib, müvafiq ödənişlər edirik, müvafiq dövlət xidmətlərinin portallarından istifadə edirik. Lakin bu rahatlığın, bu asanlığın təbii ki, görünməyən risklər tərəfi də var. İndi baxdım dükanda, burada 500 manatdır. Gör orada nə qədər ucuzdur. Mənə bax, hər şey ayda qaydada eləyəcəm də. Elə bil ki, 16 rəqəmli kodu yığacam. Hər hansı bir vətəndaşın sosial media hesabı və yaxud da ani mesajlaşma tətbiqi ələ keçirilir və telefonda olan kontaktlara analoji mesajlar göndərilir. Şəkilləriniz buradadır tipli bir mesaj mətn olur və onun aşağı hissəsində şübhəli bir keçid yerləşdirilir. Bu keçidə vətəndaş klik elədikdə qarşısına həmin platformanın saxta bir görüntüsü çıxır və burada təsdiqləmə kodunu qeyd eləmək tələb olunur. Bu təsdiqləmə kodu isə kiberlər aracının əlinə keçir və artıq hesabımız üzərindən istənilən əməliyyatları həyata keçirə bilir. Kiber cinayətkarlar bir üsul vasitəni hər zaman istifadə etmirlər. Daimi olaraq bunu təkmilləşdirirlər. Hər yaş kateqoriyasından olan şəxslər kiber cinayətkarlıqla üzləşə bilirlər. Süni intellekt texnologiyası vasitəsilə adətən zənglər olunur bizə və biz telefonu açan zaman düşünürük ki, bizim ailə üzvümüzdür, qohumumuzdur, dostumuzdur bizimlə danışan şəxs. Bildirilir ki, övladınız ağır qəza keçirib və yaxud yaxın qohumunuz xəstədir, müalicəsinə təcili pul lazımdır kimi həssas xəbərlər verilir və bu həssas xəbərin təlaşı ilə atılan hər bir addım nəticə etibarilə bank kartımızda olan maddi vəsaitlərin talanmasına gətirib çıxaracaq. Bu metod caller ID spoofing metodudur. Kiber cəmiyyədə belə tanınır bu metod. Həmin metod vasitəsilə nömrə saxtalaşdırılaraq X bir nömrə kimi təqdim olunur və səs klonlaması vasitəsilə birbaşa yaxın adından zəng edilmiş kimi görsənir və vətəndaşları da aldadan əsas nüans budur. Vətəndaşlara zənglər olunur, eyni zamanda mesajlar yazılır ki, mən bank əməkdaşıyam, sizin adınıza olan kartlarda problemlər var, kiber müdaxilə aşkarlamışıq. Əgər bunu vaxtında aradan qaldırmaq mümkün olmasa, kartınızda olan maddi vəsait alınacaq. Mənəm. Bəli, var. Nə hücum? Yox, mən ümumiyyətlə o nömrəni tanımıram. Mənim 10.000 manata yaxın pulum var hesabımda. Qarşısını alacaqsınız da siz elə olsun. Yazının zəhmət olmasa 41 69. Bu informasiyanı dəqiqləşdirmədən qarşı tərəfin istədiyi prosesləri yerinə yetirir və nəticə etibarilə aydın olur ki, kiber cinayətkarlıqla üzləşib. Ona görə də vətəndaşlarımıza bildirmək istəyirik ki, heç bir bank əməkdaşı əgər bank kartında problem varsa, ondan kartın hər bir informasiyasını soruşmur. Süni intellektin və xüsusilə kvant hesablamalarının inkişafı nəticəsində gələcəkdə bu gün etibarlı hesab etdiyimiz bəzi şifrələri qırmaq mümkün ola bilər. Məhz buna görə bəzi dövlətlər və qruplar artıq indidən internetdəki şifrələnmiş məlumatları toplamağa başlayıblar. Həmin məlumatları indi deyil, gələcəkdə deşifrə etmək. Süni intellekt proqramlarının gündəlik iş həyatında istifadəsi də sürətlə artır. ChatGPT, Claude, Gemini kimi sistemlər insanlara məlumat toplamaqda, mətn hazırlamaqda və
qərar qəbul etmə prosesində kömək edir. Lakin bəzi insanlar bu sistemlərdən istifadə edərkən müqavilələr, müştəri məlumatları və digər həssas sənədləri də həmin platformalara daxil edirlər. Çox vaxt isə düşünmürlər ki, bu məlumatlar sonradan necə saxlanılır, kim tərəfindən istifadə oluna bilər və ya modelin növbəti təlimində istifadə olunur, yoxsa yox. Belə hallarda insanlar bəzən özləri də fərqinə varmadan məxfiliyə xələl vura, hətta qanuni öhdəlikləri poza bilirlər. Gördüyünüz kimi saxta bir səhifədir və sponsorlu reklam vasitəsilə bu phishing kampaniyasını ictimaiyyətə paylaşıblar və burada saxta bir keçidi görürük biz. Həmin saxta keçid bizi saxta bir veb-sayta yönləndirir. Adətən bu tip dələduzluq proseslərində hər hansı bir obyektin və yaxud da subyektin dövlət rəsmilərinin xüsusilə görüntüsündən istifadə edərək ictimai çaşqınlıq yaratmağa çalışırlar. Burada da gördüyünüz kimi müəyyən məlumatlar qeyd olunub və yenə də qeydiyyat prosesi tələb olunur vətəndaşdan. Hər hansısa bir investisiya yatırma, hər hansısa bir qazanc məqsədli bir saxta platformaya yönləndirirlər. Vətəndaşlardan kart məlumatları tələb olunur və sonda isə OTP kod istənərək vəsait məbləği çıxarılmış olur. Həmin şəxslər heç də təcrübəsiz, savadsız insanlar deyil, kifayət qədər biliyə, bacarığa malik şəxslərdir. Amma təəssüflər olsun ki, bu bilik və bacarığı neqativ yöndə həyata keçirirlər. Səhifələrin ilk ana ekranında fərdi məlumatlar sorğulanır və təşviq edici məzmunlar yerləşdirilir. Elə birbaşa investisiya et, qazanc əldə et. Vətəndaşlar burada ilk növbədə baxmalıdırlar ki, həmin resurs orijinal resursdur, yoxsa yox. Yəni, hər açıq platformaya biz kart məlumatımızı qeyd edə bilmərik. Domen adlarına mütləq qaydada baxmalıyıq ki, orijinallığı əks etdirir, yoxsa yox. Bəzən dələduzluq platformalarında əlaqə məlumatları olmur, şirkət haqqında məlumatlar olmur. Birbaşa ana səhifədə elə bir fərdi məlumatların sorğulaması prosesi həyata keçirilir. Biz həmin informasiyaları, yəni həm şəxsi, eyni zamanda bank kartı məlumatlarımızı üçüncü şəxslə bölüşməyəcəyimiz təqdirdə heç kim bizim bank kartımızda olan maddi vəsaiti talamayacaq. Burada gördüyünüz kimi Dövlət Yol Polisinin adından vətəndaşa mesaj göndərilib. Mesajı göndərən mənbə isə saxta bir nömrədir, xarici bir nömrədir daha doğrusu və bu nömrə üzərindən phishing cəhdi həyata keçirilib. Adətən vətəndaşlarımızın bank kartlarında olan maddi vəsaitlər talananda çalışırlar ki, özləri bunu həll eləsinlər. Xanım, bir 10 dəqiqə bundan əvvəl mənim telefonuma zəng gəldi. Vətəndaşlarımız yaxşı olardı ki, bu proses baş verən andaca müştərisi olduqları banklara, eyni zamanda polisə müraciət eləsinlər. Alo, salam. Diski polis xidmətlərindən bir buyurun. Adın soyadınız bir zəhmət olursa. Bildirdi ki, bank əməkdaşıdır. Məndən kartın məlumatlarını öyrəndi, mən də verdim. O mənə dedi ki, sizin kartınıza olunan hücumların qarşısını alacaq. İndi baxıram ki, hesabımdan pul çəkdilər. Ünvan deyil zəhmət olmasın. Rəsm bərəmanı, bəli, cərimələ müqaviləyə 128 oldu vətəndaş qeyd et alıb, indi adresi üzrə xüsusi məlumat veririk. Acil yerə yaxınlaşırlar. Zəngi üçün təşəkkürlər, sağ olun. Vaxtında edilən müraciət nəticəsində hər hansı vətəndaşlarımızın bank kartında olan vəsaitlərinin oğurlanmasının qarşısı alınır. Bəzən xaricdə olan dələduzluq növü eyni ilə ölkəmizdə də tətbiq edilir. Hava limanlarında itirilmiş baqajların verilməsi məsələsi idi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının adından saxta bir phishing cəhdini görürsünüz. Saxta bir kampaniya paylaşılıb, hansı ki, hava limanında itmiş baqajların yalnız 1.88 AZ-nə təklif olunduğunu görürsünüz və inandırıcılığı artırmaq üçün burada Heydər Əliyev limanının görüntüsündən istifadə olunub və səhifə adı da maksimum dərəcədə rəsmi orijinal səhifəyə bənzədilməyə çalışılıbdır. Məlumatın özündən daha təhlükəli bir nüans var, onun metadatasıdır. Metadata faylın içərisində gizlənən texniki bir məlumatdır.
Məsələn, bir şəkil nümunəsi üzərindən götürsək, biz şəkil ötürdükdə eyni ilə bu məlumatları da ötürürük və qarşı tərəf bizim hansı cihazdan istifadə etdiyimizi, nə vaxt bu foto şəkli çəkdiyimizi və harada çəkdiyimizi artıq müəyyən edə bilir. Alo, bəli. Bəli. Yayılması qadağan edilən informasiyanın formalaşdırılmasına görə, bəli, orada sistemə daxil olmaq lazımdır. Bəli. Müxtəlif mağazaların adından vətəndaşlarımıza phishing məqsədi ilə linklər göndərilir. Hətta həmin o səhifələrdə paylaşımların altına fake profillərlə yazılır ki, mən də bu kampaniyadan yararlandım, sizə də təklif edirəm ki, yararlanasınız bu kampaniyalardan. Vətəndaş da bank kartı məlumatlarını əlavə etdikdə kiber dələduzluqla üzləşir və görür ki, bank kartında olan maddi vəsait artıq talanıb. Ona görə də bu cür şirinlikləndirici təkliflərə vətəndaşlarımız aldanmasınlar, xüsusilə onlayn alış-veriş zamanı diqqətli olsunlar, bu cür məhsulları almaqdan çəkinsinlər. Azərpoçtun adından bir phishing cəhdinə də diqqət yetirək. Burada da gördüyünüz kimi məlumatı göndərən mənbə xarici bir resursdur, xarici bir nömrədir və bizə bildirilir ki, ünvan məlumatlarımız natamam olduğu üçün çatdırılma müvəqqəti olaraq saxlanılır. Bəzən deepfake videoları orijinalından ayırd eləmək biraz çətin olur. Qarşımıza çıxan material, məzmun, video hansı mənbədən paylaşılır? Orijinal mənbədən paylaşılır, yoxsa yox? Adətən deepfake tipli videolar sosial şəbəkələrin sponsor reklamları vasitəsilə vətəndaşların qarşısına çıxır və bu baxımdan vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik. Kiber hücumlarda hər zaman məqsəd maliyyə vəsaitinin ələ keçirilməsi olmaya bilər. Bəzən kiberdələduzların məqsədi siyasi motiv ola bilər və yaxud da ictimai çaşqınlıq ola bilər, dezinformasiya yaymaq ola bilər. Buna görə də kiberdələduzlar fərqlidir. Bakı Kartın adından həyata keçirilən bir dələduzluq nümunəsidir. Yenə də biz saxta səhifəni görürük. Sponsoru reklam vasitəsilə vətəndaşın qarşısına çıxıb. Bəzən vətəndaşlar ehtiyatsızlıqdan və yaxud da bilmədən fərdi məlumatlarını açıq platformalarda, sosial şəbəkələrdə açıq şəkildə yerləşdirirlər. Bu məlumatlar hansılardır? Təbii ki, telefon nömrəsidir, e-poçtur, bizim üçün bir hücum vektorudur və oradan bizə kiber hücum cəhdləri ola bilər. Bəzən şəxsiyyət vəsiqəsinin sürətini və yaxud da orijinal şəklini birbaşa göndərmiş oluruq. Təbii ki, bu da böyük bir risk daşıyır. Çünki orada bizim PIN kodumuz, fərdiləşdirilmiş identifikasiya nömrəsi və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi olur ki, həmin məlumatlardan hər hansı bir hesab yaradıla bilər, hər hansı bir kredit rəsmiləşdirməsi həyata keçirilə bilər və yaxud da onlayn əməliyyatlar prosesi baş verə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin adından bir saxta web resurs yaradılıb və burada vətəndaşlara müəyyən vədlər təklif olunur. Qarabağ münaqişəsindən sonra sosial dəstək kampaniyasının həyata keçirildiyi bildirilir və hər bir vətəndaşa güya 300 manat müqabilində ödəniş həyata keçiriləcək. Maarifləndirici video çarxların hazırlanması, paylaşılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Məktəblərdə, digər ali təhsil ocaqlarında görüşlər keçirilir. Vətəndaşlarımıza tövsiyə edirik ki, bu kimi hadisələrlə üzləşiblərsə, dərhal müştərisi olduqları banklara, eyni zamanda Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə, həmçinin sosial şəbəkələrdə Polis Azərbaycan rəsmi səhifələrinə müraciət etsinlər. Vətəndaşlarımızın hər birini bu görünməyən təhlükə ilə mübarizəyə çağırırıq və öz şəxsi, eyni zamanda bank kartlarını heç kimlə bölüşməməyi tövsiyə edirik. Təkcə paytaxt Bakıda yox, eyni zamanda Respublikanın digər şəhər və rayonlarında, bankomatların önündə, insanların sıx toplaşdığı ərazilərdə, dayanacaqlarda mütəmadi olaraq polis əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər aparır.
Elektron Təhlükəsizlik Xidməti tərəfindən il ərzində müxtəlif auditoriyalar üçün seminarlar, maarifləndirici tədbirlər təşkil olunur. Maarifləndirici vizuallarımız paytaxt üzrə metro stansiyalarında, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Asan Xidmət filiallarında, Dost mərkəzlərində və Azərpoçt filiallarında mütəmadi olaraq yerləşdirilir. Kiberhücumlar sayəsində baş verən dəyişikliklər isə ayrıca narahatlıq doğurur. Süni intellekt kompüter sistemlərindəki zəiflikləri avtomatik aşkar eləyə, onları analiz edib dərhal istifadə edə bilir. Üstəlik bu sistemlər antivirus və müdafiə mexanizmlərinin davranışına real vaxt rejimində uyğunlaşma qabiliyyətinə malikdir. Bu isə hücumların daha çevik və daha mürəkkəb olmasına səbəb olur. Elektrik şəbəkələri, su təchizat sistemləri, bank infrastrukturu və digər kritik xidmətlər artıq bu hücumların əsas hədəflərindən birinə çevrilib. Süni intellekt əvvəllər yüksək texniki bilik tələb edən bəzi kiberhücumların daha az təcrübəli şəxslər tərəfindən də həyata keçirilməsini mümkün edir. Bu isə potensial təhdidlərin miqyasını və əlçatanlığını əhəmiyyətli dərəcədə genişləndirir. Təhlükəsizlik artıq yalnız mütəxəssislərin işi deyil, cəmiyyətin hər bir üzvünə aid olan bir məsuliyyətdir. Kiberhücum edən şəxs sistemin içərisində aylarla, bəzən illərlə qala bilir. Heç bir iz buraxmadan. Biz buna sakit mövcudluq deyirik. Yəni qurum düşünür ki, hər şey normaldır, sistem işləyir. Amma arxada kimsə var. Hər şeyi izləyir və lazımı anı gözləyir. Biz təhlükəsizlik sınaqları zamanı görürük ki, illərlə nəzarətsiz qalmış giriş nöqtələri var, unudulmuş hesablar var, köhnəlmiş sistemlər var. Heç kimin izləmədiyi xidmətlər, vaxtı keçmiş proqram təminatları, konfigurasiya səhvləri. Bunların hər biri potensial giriş qapısıdır. Bir əməkdaş səhv bir keçidə daxil olduğu anda bütün investisiya sıfırlanır. Kiberhücum edən şəxs və ya şəxslər bu həqiqəti çox yaxşı bilirlər. Məhz buna görə ilk hədəf heç vaxt sistem olmur. İlk hədəf insandır. Milyonlarla insanın məlumatı bir əməkdaşın bir anlıq diqqətsizliyi nəticəsində ələ keçirilir. Kiber təhlükəsizlik bir qurumun öz daxilində həll edəcəyi məsələ deyil. Kritik infrastrukturların əhəmiyyətli hissəsi özəl sektora məxsusdur. Lakin təhlükə milli miqyasdadır. Dövlət, özəl sektor, beynəlxalq tərəfdaşlar hamı eyni masada olmalıdır. Bir sektora edilən hücum digərlərinə sıçrayır. Elektrik enerjisi kəsilərsə, bankların fəaliyyəti pozulur. Nəqliyyat iflic olur. Xəstəxanaların içində fasilələr yaranır. Rabitə əlaqəsində kəsilmələr müşahidə olunur. Zəncir reaksiyasının qarşısına yalnız birgə və əlaqələndirilmiş fəaliyyətlə alınmaq mümkündür. Kiber təhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiber hücuma məruz qalmışıq. Onun mənbəyini də biz bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən biz qoruya bilək. Və təbii ki, artıq qeyd etdiyim kimi bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır.
bəzi sistemlər xüsusi əhəmiyyət daşıyır. Biz onları kritik informasiya infrastrukturu adlandırırıq. Bura daxildir dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, telekommunikasiya və informasiya texnologiyaları, su təchizatı və ekologiya sahəsində fəaliyyəti təmin edən sistemlər. Əgər bu infrastruktur sıradan çıxarsa və ya onun fəaliyyəti pozularsa, nəticə təkcə sadə texniki problemlərdən ibarət olmayacaq. Bu hallarda dövlətə, cəmiyyətə və vətəndaşlara ciddi zərərlər dəyə bilər. Məhz buna görə də kritik informasiya infrastrukturunun qorunması ölkənin milli strateji prioritetlərindən biri hesab olunur. Bu həm də Azərbaycanın kiber suverenliyinin təmin olunmasının mühüm elementidir. Kritik informasiya infrastrukturlarının təhlükəsizliyi üzrə fəaliyyətin ümumi təşkili və əlaqələndirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunur. Bu fəaliyyət dövlət qurumlarına münasibətdə xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti ilə birgə həyata keçirilir. Dövlət Təhlükəsizliyi Xidmətində yaradılmış Milli Kiber Mərkəzdə Sutqanın 24 saatı fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi vardır. Bu mərkəz kiber insidentləri izləyir, riskləri təhlil edir və müxtəlif qurumlar arasında operativ informasiya mübadiləsini təmin edir. Heç kim və ya heç bir informasiya infrastrukturu görünməz təhdidlərdən tam sığortalanır. Kiber təhlükəsizlik yalnız texnologiya ilə təmin olunmur. Bu sahədə peşəkar bilik və təcrübəyə malik mütəxəssislər həlledici rol oynayırlar. Kiber təhdidlər sərhəd tanımır. Azərbaycan bu sahədə qlobal təşəbbüslərdə fəal iştirak edir. Milli Kiber Mərkəz bugün 150-dən artıq ölkənin kiber təhlükəsizlik mərkəzləri və beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq edir. Bugün dövlətlərin təhlükəsizliyi və suverenliyi eyni zamanda kiber məkanın, xüsusilə də kritik informasiya infrastrukturunun təhlükəsizliyindən asılıdır. Unutmamalıyıq ki, müasir dünyada ən böyük təhdidlər çox hallarda görünmür. Amma onların qarşısını alan müdafiə sistemi daim ayıq, hazır və güclü olmalıdır. Dünyada kiber hücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara məruz qalmışdır. Biz beynəlxalq tərəfdaşlarla bu sahədə böyük təcrübə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik. Ona görə kiber təhlükəsizliyi ilə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Bizə qarşı kiber hücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik.